Üst insan dedikdə ağlınıza insanüstü güclərə sahib olmaq gəlirsə yanılırsınız. Üst insan olmaq hər hansı super gücə malik olmaq deyil, əqli cəhətdən təkamül etməkdir. Bu qavrayış belə buyurdu Zərdüşt kitabında da keçir. Hətta Fight Club filmində də bununla bağlı bağlantılar vardır. Amma bu da başqa bir videonun mövzusudur. Bəs nədir bu üst insan prinsipləri? İlk olaraq insanların sənə dayatdığı dəyərlər, ideallar deyil, öz dəyərlərini qəbul etmək, öz ideallarını qəbul edərək öz yolunda getməkdir. Məsələn, bunu din üzərində də ələ ala bilərik. Din insanlara hazır olan əxlaqi dəyər təqdim edir. Lakin öz dəyərlərini yaratmaq üst insan prinsiplərindən biridir. Yaşanılan istirabı çılpaqlıqla hiss etmək dedikdə istirab çəkmək uğra gedən yoldur. Tamam. Acı ve kurban olmadan hiçbir şey yapamaz. Xudapəsənd olmaq. Xudapəsəndlik bəyənən seçən deməkdir. Xudapəsənd olmaq dedikdə başqalarının haqqını yeyib ancaq öz maraqlarını güdmək demək deyildir. Öz haqqını müdafiə etmək, öz həyatını özün seçməkdir. Bu yolda irəliləyərkən qəbul görməmə, insanlar tərəfindən ələ salınmaq kimi hallarla qarşılaşmağınız normal olacaqdır.